Hər vaxt xeyir olsun, dəyərli traderlər, iqtisadçılar, həmkarlar. Bugün aprelin 14-dür və Beynəlxalq Maliyyə Birjasında bildiyiniz kimi Hörmüz boğazı ilə bağlı gedişmələr qızıla neftə təsir göstərir və dünən biz Siqnal kanalında ondan çox mükəmməl siqnalları paylaşdıq. Təbii ki, tək qızılda 3 siqnal paylaşdıq. Hər üçü mükəmməl gəlir verdi və ən sonda biz qeyd etdik ki, qiymət 4760 qədər toxunacaq, eləcə də oldu. Bugün hədəf olaraq, ümumi hədəf olaraq 4881 və 4930'lardır. Səhər saatlarında Siqnal kanalında biz siqnalları paylaşmışıq və deyək ki, 4777'lərdən alış əməliyyatları, 4760'lardan isə satış əməliyyatları haqqında məlumatı paylaşmışıq. Və Siqnal kanalında da bütün siqnallar mükəmməl nəticə ilə nəticələnir və bizi izləyicilər də yəni bunu YouTube kanalında görürlər. Biz Qafar İmamverdiyev yazın YouTube kanalında mütləq izləyin. Biz qrafik üzərində orada paylaşırıq.